Deməli, bu cədvəldə biz öyrənəcəyik. İlk 3 bənd nə ilə əlaqədardır? Complex objectlər. Complex objectdə 3 qrup feil var. Complex object tərcümədə mürəkkəb tamamlıq deməkdir. 3 qrup feillər. Birinci qrup feilə aiddir let, make. Bunlar özündən sonra to gətirmir. ING gətirmir. Belə deyək, çılpaq məsdər olur burada. Yəni, to-suz, ING-siz feil. Məsələn, feil to go-dursa məsdər halında go kimi verilir. Və yaxud da to play-dirsə play kimi verilir. İkinci qrup feillər isə hissi qavrayış feillərdir. Bura aiddir feel, hear, notice, see, watch, observe. İkinci qrup feillər isə özündən sonra ya ING ilə feil gətirir və ya çılpaq məsdər gətirir. Üçüncü qrup feillər isə adətən bunlardır. Want, ask, tell, expect, advise, would like, allow. Adətən 1 və 2-ni yaxşı öyrənəndən sonra üçüncünü avtomatik olaraq artıq özünüz tapırsınız. Keçirik növbəti özündən sonra ING və to tələb edən feillər. Biz bunları sinonimlərini yada saxlaya bilərik. Məsələn, like, love, prefer kimi bunları bir yada saxlasaq, daha sonra hate ilə dislike sinonim kimi götürə bilərik. Begin və start da həmçinin bunları da sinonim kimi qruplaşdıra bilərik. Və burada qeyd olunub ki, bu feillər özündən sonra həm ING tələb edir, həm də to. Yəni love, like, hate, begin, start özlərindən sonra to-lu feil də gətirə bilər, ING-li də. Daha sonra əgər söz önünü görsək in, on, at, we söz önləri bilirik hansılardır. Özündən sonra gerund gələcək. Gerund deyəndə nəzərdə tutulan sadəcə ING hissəsidir. Məsələn, of gördük, feil qoymalıyıqsa ING-li feil olacaq. Adi məsələn before, after bunlar da məsələn getməzdən əvvəl before going olacaq. ING artırırıq. Of, about bunlar sözün olduğuna görə özündən sonra ING gətirir. 6-cı bənddə deyir ki, yiyəli hal və yiyəli əvəzliyindən sonra gerund gəlir. Yiyəli hal məsələn isim tutalım ki, deyirəm Lalənin ağlamağı. Laləs crying. Yiyəli hal isim və yaxud da yiyəli hal əvəzlikdən sonra ING-li feil gələcək. Yəni gerund gələcək. His reading onun oxuması. Jane's complaining Jane'in şikayətlənməsi. Qeyd olunub bəzi feillər var ki, onlar gerundla işlənir. Əsasən burada hansılar diqqətləməsini baxın. Suggest, mind, imagine. Burada məsələn need, hate, like, enjoy biz yuxarıda qeyd elədik ki, onlar to-la işlənir ING-lə də ona görə bunları xüsusi qeyd eləyirəm. Və remember, forget'in bir qaydası var, onu isə sonra izah eləyəcəm. Qeyd olunub ki, mübtəda və tamamlıq vəzifəsində adətən gerund istifadə olunur. Məsələn, kitab oxumaq mənim hobbimdir. Reading is my hobby. Orada reading gerunddur. İsimləşir sanki, ismi xüsusiyyətlərini götürür və ya mən oxumağı xoşlayıram, olacaq I like reading. Orada tamamlıq roluna çıxış edir. Həmçinin burada da eyni nümunələri görə bilərik. I like swimming burada tamamlıq roluna çıxış edir. Reading is my hobby burada mübtəda roluna çıxış edir. Daha sonra when and while participle one deyəndə yenə biz burada ING nəzərdə tuturuq. Sadəcə ING ilə participle one arasında məna fərqi var. O da ki, o qədər dərinliyi bizə düşmür. When and while-dan sonra gələn feili də biz artıracaq. Yenə ING. When going home, yəni evə gedərkən participle one-da sanki hərəkət axır, davam eləyir. When evə gedərkən, while cooking bişirərkən və s. Sonra ikinci qrup feillər participle one-dan işlər. Biz ikinci qrup feillər onsuz da bayaq let burada complex objectdə öyrənmişdik ki, özündən sonra ING gətirir. I saw him crossing the street. Mən onu küçəni keçərkən gördüm. We heard them singing. Biz onları mahnı oxuyarkən eşitdik və ya mahnı oxuduqlarını eşitdik deyə bilərik.
11-ci bənddə gerund ing hə, bunu artıq lazım deyil. Yəni demək istəyir participle one deyəndə də ing nəzərdə tuturuq. Gerund deyəndə də ing nəzərdə tuturuq. Amma participle to-ya gələndə isə participle to idili feillər və ya feilin 3-cü forması nəzərdə tutulur. Artıq biz onu feili sifət kimi istifadə etsək, mış-mış şəkilçi kimi istifadə olunur. Burada qeyd olunub, by varsa, baxın, by əgər sözünlü kimi işlənirsə gerunddur. Amma əlbəttə ki, hər halda yenə bu sinonimdir. Sadəcə diqqət etməliyik ki, nə zaman ing lazım olur bizə, nə zaman participle to. Məsələn, əgər Azərbaycan tərcümədə mış-mış kimi tərcümə olunursa, məhsul növdə istifadə olursa, təbii ki, participle to olacaq. The lands discovered by Columbus. Burada baxın, discovered təyin kimi olur. Deyir ki, Kolumb tərəfindən kəşf edilmiş mış-mış şəkilçisi. Were rich, torpaqlar zəngin idi. The book written by him. Burada niyə written yazıram? Həm bu məhsul növdə də əslində sanki was-were düşürdüblər burada. Onun tərəfindən yazılmış kitab maraqlıdır. The money raised by singing. Yəni mahnı oxumaqdan qazanılan pul xərcləndi. Qazanılmış pul xərcləndi. By coming, by özündən sonra feil gətirirsə ing olur. Özündən qabaq gətirən nə olur? İdi. Diqqətli oluruq. Özündən əvvəl gətirirsə participle to'dur. Özündən sonra gətirirsə ing-dir. Sonuncu bəndimizə baxırıq. Have, get, objects, üstəgəl participle to. Bu icbar növdür. Biri var, mən deyirəm I cut my hair. Mən saçımı kəsirəm, özüm kəsirəm, işi görən özüməm. Bir də saçımı kəstirirəm deyəndə işlər artıq dəyişir. Have istifadə edirəm. I have my hair cut. Burada istifadə edirəm feilin 3-cü forması, yəni id və ya feilin 3-cü forması, yəni feilin 3-cü forması deyil, nə nəzərdə tuturam? Go, went, gone. Burada gone 3-cüdür. Sonra he has his car washed. Has washed. Yəni deyir o maşını yuduzdurur. They had the room cleaned. Onlar otağı təmizlətdilər. He got the letter written. O məktubu yazdırdı.